Salam dostlar. Bu günləri biz Nibbles maşını haqqında danışacağıq. Həmişə video başlamışdan qabaq dediyimiz kimi, istifadə olunan texnik və texnologiyalar yalnız tədris üçün nəzərdə tutulub, digər maşınlarda istifadəsi qəti qadağandır. İndi isə başlayaq. Nibbles maşını Linux üzərində qurulub. Maşın infoda göstərilir ki, bu maşını Network Enumeration, Metasploit varsa demək ki, bir çox işlər daha asan gedə bilər. Aha. Biz Play maşına giririk, IP-mizi götürürük. Daxil oluruq, saytımızda Hello World yazılıb. Mən ilk öncə Nmap ilə enumeration etdim. 2 port açıqdır, 22 və 80. Başqa heç nə yoxdur. What web-i nə cür etdim? Aha. Hello World yazılıbsa ilk öncə inspect edirik, koda baxırıq ki, burada nələr var, nə tapa bilərik və görürük ki, Hidden Directory-da Nibble blog deyilən bir direktoriya var. Mən Nibble bloga da girdim. Gördüm ki, burada heç nə yoxdur, yəni qeyri-adi heç nə yoxdur. Nə etdim? Burada heç nə tapa bilmədiyimə görə mən ilk öncə what web yazdım. Baxdım görüm ki, burada nələr var, nədən istifadə olunub. Orada da bir lazımlı məlumat əldə edə bilmədim. GoBuster və bu ilə biz PHP və HTML extensionlı web saytları üst tutduq, başladıq araşdırmağa. Burada maraqlı gələn readme idi ilk öncə. Yəni admin PHP var idi, o heç. Readme-yə baxdım, nəyə görə? Çünki readme-də çox vaxt lazım olan məlumatlar olur belə baxanda. Yazdım. Enter-ə sıxıram. Maraqlı. Özür istəyirəm. Tak. Nibble blog və buradan readme-yə qoyuruq. Aha. Qoyanda bizə bir səhifə açılmalıdır. Ümumi məlumat verir. Sayt açılana qədər mən admin PHP-də baxdım. Aha, burada Nibble blog hansı versiyadan istifadə edildiyi yazılıb. Artıq mənim burada Nibble blog və bu var. Aha. Mən bunu araşdıranda 3-cü mərhələdə Metasploit çıxdı Google-dan. Baxdım ki, Nibble blog file upload, show actions eləyəndə isə ümumiyyətlə baxanda gördüm ki, belə bir password istəyir, login istəyir, əgər bu boşluğu tapmaq istəyiriksə. Mən necə bu login və parolu tapdım? Brute force kimi. Bu necə olur? Admin PHP. Aha. Daxil olduq, görürük ki, Nibble blog var. Amma Google-da default credential heç nə yoxdur. Əgər default credential yoxdursa, biz nə edə bilərik? Biz özümüzdən bir list hazırlayıb artıq onu yoxlaya bilərik. Normalda nəyi yoxladım? Maşının adını bilirik, Nibble'dır. Admin var. Yəni burada login həm admin ola bilər, həm Nibble ola bilər. Özünüzdən də siz listlər yarada bilərsiniz. Sadəcə olaraq məntiqi düşünmək lazımdır ki, hansı sözlər ola bilər. Təsadüfən də olanda bir də görsən ki, hə çıxır. Mən burada Metasploit'u aktiv edəndən sonra Nibbles və admin bu login parolu tapdıq. Bura yerləşdirdim və run etdim. Run edəndə əlbəttə ki, maşınımız boşluq olduğuna görə belə deyək, sındı. Sadəcə biraz vaxt tələb edir, gözləmək lazım olacaq. Aha. Biz burada müəyyən komandaları yerinə yetirə bilirik, müəyyən isə huamə yazsaq götürməyəcək. Shell edirik. Shell edəndən sonra yenə bir müddət gözləməli olacaq. Çünki o dəqiqə aktivləşmir, belə deyək. Aha, aktivləşdi. Who am I yazsam işləyəcək. Tak. Həmişə olduğu kimi linkimizi işlətdik. Biz user'ı tapırıq.
Biz sudo -l edirik. Əgər Windows Linux exploit privilege escalation videosuna baxmısınızsa bilirsiniz ki, bu nədən ibarətdir. Salam dostlar. Bu günləri biz Nibbles maşını haqqında danışacağıq. Həmişə video başlamışdan qabaq dediyimiz kimi, istifadə olunan texnik və texnologiyalar yalnız tədris üçün nəzərdə tutulub, digər maşınlarda istifadəsi qəti qadağandır. İndi isə başlayaq. Nibbles maşını Linux üzərində qurulub. Maşın infoda göstərilir ki, bu maşını network enumeration, Metasploit varsa demək ki, bir çox işlər daha asan gedə bilər. Aha. Biz play maşına giririk, IP-mizi götürürük. Daxil oluruq, saytımızda Hello World yazılıb. Mən ilk öncə Nmap ilə enumeration etdim. 2 port açıqdır, 22 və 80. Başqa heç nə yoxdur. What web'i nə cür etdim? Aha. Hello World yazılıbsa ilk öncə inspect edirik, koda baxırıq ki, burada nələr var, nə tapa bilərik və görürük ki, Hidden Directory-da Nibble blog deyilən bir direktoriya var. Mən Nibble bloga da girdim. Gördüm ki, burada heç nə yoxdur, yəni qeyri-adi heç nə yoxdur. Nə etdim? Burada heç nə tapa bilmədiyimə görə mən ilk öncə what web yazdım. Baxdım görüm ki, burada nələr var, nədən istifadə olunub. Orada da bir lazımlı məlumat əldə edə bilmədim. GoBuster D və bu ilə biz PHP və HTML extensionlı web saytlara üst tutduq, başladıq araşdırmağa. Burada maraqlı gələn readme idi ilk öncə. Yəni admin PHP var idi, o heç. Readme-yə baxdım. Nəyə görə? Çünki readme-də çox vaxt lazım olan məlumatlar olur belə baxanda. Yazdım. Enter-ə sıxıram. Maraq oldu. Ha. Özür istəyirəm. Tak. Nibble blog və buradan readme-yə qoyuruq. Aha. Qoyanda bizə bir səhifə açılmalıdır. Ümumi məlumat verir. Sayt açılana qədər mən admin PHP-də baxdım. Aha, burada Nibble blog hansı versiyadan istifadə edildiyi yazılıb. Artıq mənim burada Nibble blog və bu var. Aha. Mən bunu araşdıranda 3-cü mərhələdə Metasploit çıxdı Google-dan. Baxdım ki, Nibble blog file upload, show actions eləyəndə isə ümumiyyətlə baxanda gördüm ki, belə bir password istəyir, login istəyir, əgər bu boşluğu tapmaq istəyiriksə. Mən necə bu login və parolu tapdım? Brute force kimi. Bu necə olur? Admin PHP. Aha. Daxil olduq, görürük ki, Nibble blog var. Amma Google-da default credential heç nə yoxdur. Əgər default credential yoxdursa, biz nə edə bilərik? Biz özümüzdən bir list hazırlayıb artıq onu yoxlaya bilərik. Normalda nəyi yoxladım? Maşının adını bilirik, Nibble'dır. Admin var. Yəni burada login həm admin ola bilər, həm Nibble ola bilər. Özünüzdən də siz listlər yarada bilərsiniz. Sadəcə olaraq məntiqi düşünmək lazımdır ki, hansı sözlər ola bilər. Təsadüfən də olanda bir də görsən ki, hə çıxır. Mən burada Metasploit'u aktiv edəndən sonra Nibbles və admin bu login parolu tapdıq. Bura yerləşdirdim və run etdim. Run edəndə əlbəttə ki, maşınımız boşluq olduğuna görə belə deyək, sındı. Sadəcə biraz vaxt tələb edir, gözləmək lazım olacaq. Aha. Biz burada müəyyən komandaları yerinə yetirə bilirik, müəyyən isə normal yazsaq götürməyəcək. Shell edirik. Shell edəndən sonra yenə bir müddət gözləməli olacaq. Çünki o dəqiqə aktivləşmir, belə deyək.
Aha, aktivləşdi. Who am I yazsam işləyəcək. Tak. Həmişə olduğu kimi linkimizi işlətdik. Biz user'ı tapırıq. Biz sudo -l edirik. Əgər Windows Linux exploit privilege escalation videosuna baxmısınızsa bilirsiniz ki, bu nədən ibarətdir.